Səhər yuxudan oyanırsınız, amma elə bir bütün günü işləmiş kimi yorğunsunuz. Siz düşünürsünüz ki, hər kəsdə belədir. Xeyr, əgər sizdə bu varsa, demək ki, bədəndə hər hansısa bir patologiya var. Bədəndə normal getməyən bir şeylər var. Nədir bunlar? Dəmir defisitli anemiya. Xüsusən də gənc xanımlarda əsas yorğunluğun səbəblərindən biri dəmir defisitli anemiyadır. Digər səbəb qalxana bənzər vəzi xəstəlikləri. Xüsusən də hipotireoz bizdə ciddi şəkildə halsızlığa gətirib çıxarda bilər. D vitamini çatışmazlığı. Günümüzdə artıq qış aylarında olduğumuza görə bizə D vitamini çatışmazlığı tez-tez müşahidə edirik. Bu bizim immun sistemimizin zəifləməsinə və tez-tez xəstələnməyə və təbii olaraq yorğunluğa gətirib çıxardır. Digər səbəblər B12 fol turşu çatışmazlığı. Bunlar da yorğunluğu ciddi şəkildə artıran səbəblərdir. Əgər bədənimizdə şəkərli diabetimiz varsa və ya da gizli şəkərimiz, xüsusən də buna insulin rezistanslığı deyirik. İnsulin rezistanslığı varsa da biz yorğun oyanmağımız tamamilə normaldır. Stres faktoru. Çox təəssüflər olsun ki, günümüzdə stres faktorlarının həyatımızda həddindən artıq çox olması və bunu doğru idarə edə bilməməyimiz bizi yorğun salır. Digər səbəb isə keyfiyyətsiz yuxu. Bəzən biz yatırıq, düşünürük ki, biz normal yuxu yatmışıq. Xeyr, əgər bizim yuxumuz, xüsusən də dərin yuxu fazası normal şəkildə deyilsə, o zaman bizim yatdığımız yuxunun heç bir anlamı olmaz. Bədəndə hər hansısa bir şikayət varsa, demək ki, bunu ciddiyə almaq lazımdır. Ətrafınızdakı hər kəs, ən yaxınlarınız belə sizi aldada bilər. Amma bədəniniz heç vaxtı sizi aldatmaz. Ona görə bədəninizə ciddi qulaq asın.